Suallarla dolu mövsüm nəhayət başa çatdı. Dramatik, unudulmaz və son illərin ən maraqlı futbol mövsümlərindən birini izlədik və mövsümün ən özəl, ən xüsusi komandalarından biri də Turan Tovuz idi. Bu gün Turan Tovuz podkastındayıq və komandanın mövsümkü, eyni zamanda son oyundakı performansı və ən əsası böyük həyəcanla gözlənilən Kubokun final oyunu ilə bağlı gözləntilərimizi bölüşəcəyik. Olduqca dramatik mövsüm idi, həm də suallarla zəngin mövsüm idi və biz də mövsüm ərzində çalışırdıq sizin suallara cavab tapaq Turan Tovuzla bağlı. Bunun üçün müxtəlif qonaqlarımız oldu. Bu gün də bu dönəmə uyğun qonağımız olacaq mövsümlə bağlı və son oyunlarla bağlı idman jurnalisti həmkarım Mir Bağırağa Cəfərli bizimlədir. Sportalas saytının əməkdaşı. Xoş gəldin. Xoş gördünüz. Xüsusi qeyd eləyəcəyim məqamlardan biri Turan Tovuz podkastının izləyiciləri üçün yay ərzində də bizimlə olun. Biz dayanmayacağıq və hər həftə qarşınızda olacağıq və komandada baş verənlər, xüsusilə transfer dönəmindən gözləntiləri bölüşəcəyik. Mirbağır, biraz danışaq mövsümdən ümumi komanda ilə bağlı. Sən də ölkə futbolunu yaxından izləyirsən, bu komandanı yaxından izləyirsən, maraqlı fikirlərin var. Bir tərəfdən Turan Tovuz cəbhəsi olaraq klub rəhbərliyi baş məşqçisi rahat görünür və mövsümün əvvəlində hədəflədikləri yerə çatdıqlarını bildirir. Klubun büdcəsi və digər reallıqlar baxımından da bu normal görünür. Amma biraz da mövsümün əvvəlindəki start gözləntiləri artırmışdı Turan Tovuz adına. Sənin fikirlərin nəzərdə tutulmalı? Elə öncə ondan başlayaq ki, doğru qeyd edirsən. Məncə istənilən halda Turan Tovuz hal-hazırda 4-cü pillədədir, yəni mövsüm 4-cü pillədə başa vurub. Amma Turan adına mövsümü dəyərləndirmək üçün təbii ki, Qarabağ Sabah finalını gözləmək lazımdır. Yəni fikrimcə Turan Tovuz Avrokuboklara getməsə belə bu mövsüm heç də pis çıxış eləmədi. Çünki nəzərə almalıyıq ki, Qurbanberdiyevin gəlişindən sonra komandanın belə deyək, futbolçu sarıdan güclənməyə o qədər də çox olmadı. Doğru transferlər oldu, amma belə deyək də, yəni birdən-birə heyət dəyişilmədi. Çox da yüksək büdcəli futbolçular cəlb olunmadı. İndi transfer məsələsinə yəqin ki, qayıdacağıq. Yəni mənə görə transfer edilən futbolçular heç də uğurlu alınmadı. Amma istənilən halda qeyd elədiyin kimi mövsümə çox yaxşı başlaması Turan Tovuzdan gözləntiləri, yəni daha da böyük oldu gözləntiləri. Yoxsa məncə büdcə baxımından aşağı-yuxarı, yəni Turan Tovuzun ola biləcəyi bir mövqedir. Çıxışları da pis deyildi əslində. Qurbanberdiyev yeni gəlmiş komandaya, yeni öz strategiyasını komandaya oturtmağa çalışırdı. Burada bir məsələ qeyri-stabillik idi. Qeyri-stabillik bir heyətlə də bağlı ola bilər. Çünki nə qədər sənin ehtiyatın güclüdürsə, yəni komandanın stabilliyi bir o qədər yaxşı olacaq. Yəni komanda stabil olacaq. Amma aşağı-yuxarı ötən mövsüm, yəni Ayxan Abbasovun vaxtında komandaya cəlb edilən futbolçular idi. Daha sonra qışda gələn Anton Kraçkovski çox müzakirə olundu. Yəni həqiqətən də heç bir zaten mənim üçün sevindirici məqam bilirsən nədir? Yəni hansısa futbolçunun uğursuz çıxmağı yox. Yəni jurnalistlərimizin, idman jurnalistlərinin dəfələrlə artıq, yəni belə deyək də, təkəbbürlü olmasın, sübut olunur ki, həqiqətən də futbolu, yəni pis bilmirik. Çünki ehtimal olunur ki, Anton Kraçkovski yəni uğursuz futbolçu olacaq. Çünki Dinamo Xaçqalada oynamırdı. Komandaya niyə gəldi, niyə dəvət olundu? Mən məsələn Qurbanberdiyevi bir jurnalist olaraq təbii ki, məğlubiyyətlərdə baş məşqçi günahkardır, uğurda da yəni biz tənqid eləyə bilər. Amma Qurbanberdiyev mənə görə böyük bir məşqçidir. Tək mənə görə yəqin ki, çox adam bunu qəbul edir. Amma məsələ burasındadır ki, onun transferləri heç də yəni Araş Qadiri komanda niyə cəlb olundu? Onun təbii ki, ən yaxşı Qurbanberdiyev bilir niyə cəlb olundu, amma oyunlarda bir Şamaxı oyunu yadıma gəlir. Heç son dəqiqələrdə, adətən son dəqiqələrdə meydana daxil olub asmalar zamanı bir kömək eləyirdi ki, gol vurulsun. Şamaxı ilə onda səhv eləmirəmsə elə bir epizodda kömək oldu, amma ümumi götürsən, yəni qış transferləri o qədər də uğurlu olmadı. Amma yəni qayıdaq o nəticəyə, məncə yəni Turan Tovuz mövsüm olaraq yəni 4-cü pillədə heç də pis nəticə deyil. Ola bilər ki, yəni Avrokuboklara getməyi büdcənin daha da yüksəlməyinə gətirib çıxardacaq. Məsələn, Avrokuboklara getmək şansları olmasaydı, bəlkə rəhbərlik yenidən bir düşünərdi ki, büdcəni artırmağa ehtiyac yoxdur. Amma
bu da bir növ, yəni Avrokuboklar şansı hələ də qalır. İndi Turan Tovuz bölgə klubudur, uzun illər, yəni Azərbaycan futbolunda böyük bir yeri olan bir klubdur. Təbii ki, bölgə klubların hər zaman yuxarı yerlərdə olmağı insanları, hamımızı sevindirir. Görək, yəni dediyim kimi mövsümü Turan adına dəyərləndirmək üçün məncə finalın, yəni Qarabağ Sabah finalını biraz gözləyək, nəticəsini gözləyək. Yəni komanda Avrokuboklara gedəcək yoxsa getməyəcək. Yer gəlmişkən bu oyundan gözləntilərin necədir Qarabağ Sabah oyunundan? Yəqin ki, deməyə ehtiyac yoxdur ki, Sabah üçün elə son oyundur ki, Avropalar getsinlər, çünki onlardan da gözləntilər böyükdür. Hətta Murad Musayev o qədər belə deyək də gözləntiləri qarşılamışdı. Hətta bir müddət yəqin yadındadır, Qarabağın çempionluq mübarizəsi aparırdı. Yəni bu mövsüm ümumiyyətlə Kronoslav Rendulisin gedindən sonra Berezutski gətirildi. Berezutskinin komandaya dəvət olması biraz yəni niyə dəvət olundu? Sabah çempionluqda mübarizə aparmaq istəyir. Halbuki Berezutski baş məşqçi işləməmişdi, yəni Sluskinin köməkçisi idi. Yəni bu biraz sual doğrudur. Niyə məhz Berezutski? Yəni mövsümün gedişi də göstərdi ki, o qədər də effektiv futbol oynamır Sabah. Yəni bu mövsüm mənə görə effektiv futbol oynamırlar. Hə, Neftçi ilə o yarımfinal oyunlarında çox yaxşı xarakter göstərdilər. Digər tərəfdən də bir məsələ odur ki, Neftçi də yəni gözləntiləri qarşılayan bir Neftçi deyildi. İndi Sabahın deməyim ki, əsl gücünü görmək üçün məhz bu oyunu gözləməliyik. Yəni istənilən halda çünki Qarabağ favoritdir. Mən düşünmürəm ki, yəni final oyunlarında bu şablon sözlərdən istifadə edəcəm ki, doğrudan final oyunlarında hər bir şey ola bilər. Amma yəni Qarabağ həmin oyunda çox yaxşı, mental olaraq çox yaxşı hazır olsa, mən düşünürəm ki, böyük ehtimalla yəqin ki, Qarabağ qalib gələcək. Amma Sabahın Avrokubokları getmək şansı bu final oyunundan asılıdırsa, onlar da yəqin ki, son ana qədər Neftçidən hər iki oyunda necə mübarizə apardılarsa, bu oyunda da yəni o cür mübarizə yəqin göstərəcəklər. İstənilən halda yəni gəldiyimiz o nöqtə odur ki, finalda və proqnoz vermək çətindir. Doğru, çətindir. Amma yəni Qarabağ mövsüm ərzində son illərdə yəni o qədər inkişaf edib ki, yəni məncə beyin olaraq hər şey qaydasındadırsa, mental olaraq hazırdırlarsa, məncə hər bir rəqib onların qarşısında çox yəni çətinlik çəkir. Turan Tovuzla bağlı indi biz əldə etdiyimiz məlumatlara görə, belə deyim, dolaşan söhbətlərə görə zaten cəmiyyətdə bilinir. Komandada da yəni rəhbərlik olaraq, məşqçilər korpusu olaraq bir çox azarkeşlərin və bizim sadaladığımız o adlardan narazılıqlar çoxdur. Yəni böyük belə deyək, bir xeyli dəyişikliklər gözlənilir, ciddi islahat dalğası olacaq və uğursuz transferlərin də fərqindədirlər. İndi onu bəlkə yay ərzində bizim də podkastlarda biraz vaxtımız olacaq, incələyərik. Orada kimlər idi uğursuz olan, baş məşqçisi idi və s. Amma böyük dəyişikliklərin astanasındadır deyə düşünürəm. Təbii ki, bu finaldan asılı olaraq. Belə olarsa, ümumiyyətlə Avrokuboklara əgər vəsiqə olarsa, yaxud da olmayarsa, komanda necə hazırlaşmalıdır yeni mövsümə? Heyət islahatlarda belə radikal olmalıdır, yoxsa daha yumşaq dəyişikliklər olur? Bir şeyi xatırladım. Qurban Berdiyev 2014-15 mövsümdə Rostov az qalsın Rusiya Premyer Liqasına yəni tərk eləyəcəkdi, amma son anda səfərdə heç eləyərək qaldı, yəni Torpedo Moskva düşdü. Həmin Rostova yayda bir maksimum 4-5 futbolçu cəlb olundu və 2015-16 mövsümdə artıq Rostov az qalsın bu dəfə çempion olurdu. Son turda Rubin CSKA oyunu yadıma gəlir. Yəni son dəqiqələrdə Akinfeyev TPT epizodu çıxartmasaydı, oyun 1-1 hesabına başa çatacaqdı. Rostov da Tereki məğlub eləmişdi və Rostov çempion olacaqdı. Yəni Qurban Berdiyev də belə deyək də ilk götürdüyü komanda ilk ilindəcə adətən elə həmin komandada olan futbolçularla oynayır. Daha sonra isə bir bəlli bir məqsədə çatdıqdan sonra güclənmələr baş verir. Mən fikirləşirəm ki, doğrudur, Qurban Berdiyev baş məşqçi postuna gəlmişsə, onun özündən də gözləntilər çox böyük idi, amma ola bilər ki, azarkeşlərin narazı saldığı məqam odur ki, yəni effektiv futbol oynamır. Məsələn, Ayxan Abbasovun vaxtında daha effektiv futbol oynayırdı sanki komanda. Amma mən düşünürəm ki, Qurban Berdiyev ola bilsin ki, yəni komandada qalası olsa, yayda sən qeyd elədiyin kimi böyük ehtimalla yəni dəyişikliklər olacaq. Heyət baxımından nəzərə alaq ki, Premyer Liqada legioner limiti ləğv olunur, yerli futbolçular necə olacaq? Rəqiblər də doğru güclənir. Daha keyfiyyətli, daha yüksək büdcəli futbolçular gətirməyə məcbur olacaqlar. Böyük ehtimalla belə olacaq. Yəni ki, Avrokuboklara vəsiqə qazansalar da, qazanmasalar da məncə yeni mövsümün heyətini qurmaq baxımından plan baxımından yəni dəyişiklik olacağını düşünürəm. İstənilən halda yəni güclü bir heyət qurmalıdırlar. Yeni mövsüm çempionluq uğrunda mübarizə aparmaq istəyirlərsə, Avrokuboklar uğrunda mübarizə aparmaq istəyirlərsə, bunu etməyə məcburdur Turan Tovuz. Amma dediyim kimi bir məsələ odur ki, biraz
heç gözləntiləri qarşılamadılar həqiqətən. Araş Qadri olsun, Kraşkovski olsun, João Batista, doğrudan Juninho ilə Şaveçdə də komanda yoldaşı daha çox Juninho oynayırdı, amma adam yəni futbol ölkəsindən gəlib, pis də futbolçu deyildi, amma onun da bir bəxti gətirmədi. Bir dəfə zədələndi, səhv eləmirəmsə, sonra daha ağır bir zədə oldu. Yəni hələ ki bu yeni transferlər, Qurbanberdiyevin dövründə gələn transferlər özün futbol liseyi tutuzdura bilmir deyənə biraz bəlkə bu yaxşı qarşılanmır, amma qapıçı mövqeyinə gəlsə, məsələn İvan Konovalov məncə heç pis təsir bağışlamırdı, amma sonradan ola bilər ki, Qurbanberdiyev onun performansına razı olmadı deyənə artıq tez-tez Sergey Samokla dəyişiklik etməyə başladılar. Amma sən qeyd elədiyin kimi məsələn mətbuatda iddialar var ki, hər iki qapısı da göndəriləcək, daha üst səviyyədə qapısının gələcək ehtimal olunur. Yəni bunlar yayda ancaq ki görəcəyik. Yəni məncə vaxtımız var ki, bunları müzakirə edə bilərik. Bəli, müzakirə və müşahidə eləyək. Komandada əsas problemlərdən biri, bəlkə də ən böyük problem zədələr idi və mövsümün demək olar ki, qışdan sonra müdafiə futbolu, müdafiəsi ilə oynayən komanda bütün əsas müdafiəçilərini itirdi. Bu mövzuya da toxunmağını istəyirəm, öz baxışını bölüşməyini istəyirəm. Həm də bir məsələ var ki, indi yeni mövsüm üçün həmin müdafiəçilər demək olar qayıdacaq da, Şəhriyardır, Marandisidir, Milnerdir və sair qayıdacaq, amma o qədər formada olmaqları, ümumiyyətlə qayıdıb təzədən həmin müdafiə, həmin futbolçularla bənzər tərzdə müdafiə mi qurulmalıdır, yoxsa o mövqedə nələrsə düşünməlidir səncə? Bu yəni Qurbanberdiyevin bir yəni oyun planıdır, sxemdir. Onu tam olaraq yəni deyə bilmərəm, amma adətən işlədiyi istər Rubin olsun, Rostov olsun, yəni sırf bu futbol oynayır Qurbanberdiyev və sadəcə bir şeydə həmişə diqqətimi çəkir. Fikir versənsə Qurbanberdiyev daha iddialı klublarla, rəqiblərlə oyunda daha uğurlu çıxış eləyir. Çünki məsələn Qarabağın oyununda Qarabağ müdafiə futbolu oynamır. Qarabağın üzərinə gəlir. Yəni 2 nömrə ilə oynayanda yəni Turan Tovuz daha uğurlu olmağı bacarır. Elə bunun da sübutu kimi bu mövsüm Qarabağla oyunlarda uğurlu nəticələri var idi. Qeyd elədiyin kimi təbii ki Miller olsun, Şəhriyar Əliyev olsun, Denis Marandisi ola bilər ki zədələr var idi, amma istənilən halda bunlar artıq yavaş-yavaş qayıdırlar və bir mövsüm öncəsi toplanış olacaq. Hər halda məncə məsələn Roderick Millerlə Hurtado arasında yeni mövsüm baxımından elə bir fərq olmaz. Çünki istirahət eləyəcəklər və toplanışı bir yerdə başlayacaqlar. Hə, oyun praktikası ötən mövsüm nəzərə alanda az olsa belə məncə elə bir böyük bir problem olmayacaq. Sadəcə indi məsələ orasındadır ki, qeyd etdiyimiz futbolçular komandada qalacaqmı? Yəni heyətlə bağlı dəyişikliklər olacaqmı? Hər halda Şəhriyar Əliyev yəni komandanın kapitanıdır. Uzun illərdir bu komandada oynayır. Turan Tovuz yeni Premyer Liqaya qayıtdıqdan sonra da yəni çıxdıqdan sonra da oynayır. Denis Marandi ki, çox yaxşı formadaydı məncə çempionat ən yaxşı solcan müdafiəçilərindən biridir. Roderick Miller gizli qol silahıdır həqiqətən komandanın. Yəni bu futbolçular elə futbolçulardır ki, yeni mövsüm üçün daha iddialı heyət qursam belə, məsələn mən olsam, yenə də o futbolçuları komandada düşünərəm. Onlardan yaxşısını gətirmək də doğrudur. Bəli. Şəhriyar Əliyev həm təcrübəlidir, həm komandanın belə deyək də ağsaqqalıdır, komandada nə baş verir bilir. Roderick Miller, yəni qeyd etdiyim məsələlərə görə məncə futbolçuları komandada saxlamaq olar. Amma böyük ehtimalla dediyim kimi yəni komandadan gedəcək futbolçular da olacaq. Məsələn hücum xəttinə futbolçular lazımdır. Qurbanberdiyevin oyun stilinə uyğun, sürətli, doğru Alex Souza həqiqətən çox yaxşı performans sərgiləyir, amma yəqin ki bu onlar üçün bəs deyil. Daha da yaxşı performans sərgiləyəcək futbolçu lazımdır. Mən elə fikirləşirəm ki, yeni mövsüm Turan daha iddialı olmaq üçün elə o iddialı heyəti də yığacaq. Hücumdan danışmışkən qısaca məsələn João Batista pis görünmürdü. Sən demiş karyerası da pis deyildi və bu futbolçunu da saxlasalar çox böyük ehtimal Orxan Əliyevlə yollar ayrılacaq. Yəni görünən budur, elə bir tərəfdən görünən budur. Daha yenə də hücumçuya səncə ehtiyac var, yoxsa bu ikili necə görünür? Bir-iki oyunda da olsa cüzi əlamətlərini göstərdilər. Souza və Batista hardasa pis görünmür sanki. Tandem deyirsən. Batista təbii ki fərqli futbolçulardır. Fərqli xüsusiyyətləri var, amma böyük ehtimalla yenə lazımdır. Və yenə də legioner lazımdır yəqin ki. Yerli hücumçu tapmaq, maksimum milli komandanı gətirə bilərsən. Renat Dadaşov olsun, Obrisi olsun, o da inanmıram gətisinə. Böyük ehtimalla yəqin ki legioner hücumçu gətirəcəklər. Onlar məcburlar gətirməyə. Əgər iddia böyüyürsə, bugünkü gündə görsən müasir futbol tələb edir ki, iki eyni heyətin olmalıdır. Ehtiyatda da
məsələn belə bir 4 dənə də futbolçusun olur. 4 futbolçunun da olmalıdır eyni gücdə. Yəni bugünkü gündə 16-17 futbolçu ilə istədiyin hədəflərə çatmaq qeyri-mümkündür. Yəni istəsən belə, yəni mövsümün sonunda bu, yəni güc sənə imkan verməyəcək, mentallıq imkan. Gördüyün kimi məsələn Torontovuzda nə qədər zədələr oldu, yüklənmələr olur. Məncə yəni heyəti geniş tutsalar və heyəti geniş tutan komandalar hədəflərinə çata bilirlər. Məncə Torontovuz da yəqin ki bunu rəhbərlik olaraq, baş məşqçi olaraq yəni bunu dərk edirlər və bunun üçün heyətin daha geniş olmasına çalışacaqlar. Və əsas məsələlərdən biri indi biz Torontovuz podkastında və hər dəfə mən həmkarım Emin danışırıq deyə biz tərəfdən biraz fərqli görünür. İstəyirəm azarkeşlərimizə sənin də baxışını bir növ təqdim eləyək. Klub olaraq, cəmiyyət olaraq necə görünür? İdman mediası tərəfindən, idman jurnalisti kimi sənin tərəfindən həm görülən işlər, həm məsələn indi biz danışırıq heyətdə müəyyən işlər görülməlidir, amma infrastruktur məsələlərinə də diqqət ayırırlar. Böyük ehtimal belə proqnozlar verilir ki, bu il infrastruktur artıq müəyyən işlər görülüb deyə heyətə daha çox diqqət eləyəcəklər. Ümumi həm Torontovuzun Premyer Liqamızda cəmiyyət olaraq, azarkeş olaraq görüntüsünə, həm də görülən işlər olaraq səndən almaq istəyirəm. Azad tək belə deyək, komanda legionerlər cəlb olunsaydı, təbii ki, məncə fikrim o qədər də yaxşı olmazdı, amma həqiqətən sən qeyd etdiyin kimi məsələn bazanın tikilişi Tovuzda da artıq bir bazanın təməli atılacaq. Bakıda Kürdəxanı qəsəbəsində stadion baza üzvləri üçün belə də bir kiçik baza inşa elədilər. Yəni bunlar təbii ki, təqdirə layiq hallardır. Həm belə deyək, o əlavə xərclərdən də ola bilər indi bir hər hansısa bir büdcə lazımdır, amma gələcəkdə əlavə xərclərdən məsələn hər hansısa bir stadion tapmaq üçün onlar təbii ki, xərcdir hamısı. Bunlardan qaçmaq üçün çox yaxşı bir addımlardır. Təbii ki, bölgədə qalmamaqları bu başa düşüləndir. Yəni hansısa legionerlərin məsələn Tovuzda qalmağı və yaxud da bölgələrdə qalmırlar futbolçular. Vaxtilə Qəbələdə belə yəni yüksək ödənişli futbolçular gəlmişdi. Dabo olsun, Subotiç olsun. Yəni bu futbolçuları bölgədə saxlamaq çox çətindir. Bu da futbolla əlaqəli bir məsələ deyildi artıq. Yəni şəhərlərimiz məncə daha inkişaf elədikdən sonra hər hansı bir futbolçunu da həmin şəhərlərə gətirmək asan olacaq. Yəni klub olaraq təbii ki, yaxşı addımlar atırlar. Həm mən istəyərdim ki, açıq deyim sənə, bir yerli baş məsələ Ayxan Abbasov həmin postda qalsaydı, yəni bu işləri o adam görsəydi daha yaxşı olardı. Çünki komandanın Premyer Liqaya belə deyək, sıfırdan quran məşqçi o idi, amma indi rəhbərliyin atdığı bir addım idi. Daha təcrübəli Qurbanberdiyevi gətirdilər. Mən məsələn şəxsən mənə görə bir mənfi bir məsələ dediyim kimi transfer məsələləridir. Qurbanberdiyev istəsə belə hər halda bir məşvərət olmalıdır. Bəlkə də var o klubla, yəni Qurbanberdiyev arasında kimi Azəri gətirmək istəyirik. Bu futbolçunu gətirək yoxsa yox? Çünki Berdiyevin gətirdiyi futbolçular, yəni heç cürə, yəni hansınınsa adını çəkə bilmirəm. Yəni o görünür ki, yəqin ki, seleksiyası pisdir. Sən sual verə bilərsən, məsələn Rubin Rostovda orada çox yaxşı futbolçular vardı, amma indi Rubin Rostov başqa, Azərbaycan futbolu başqa, Rusiya futbolu başqa. Bir mənfi məsələ məsələn seleksiya məsələsini deyərdim. Ola bilər ki, məsələn seleksiya məsələsinə açıq dəqiq bilmirəm kim baxır. Ola bilər Qurbanberdiyevin stafı baxır. Amma bu məsələdə daha çünki görünür ki, yeni mövsüm daha yüksək ödənişli futbolçular gələcək. Məsələn bir 300 min dollar alan futbolçunu gətirib o ehtiyatda oturtmaq, yəni bu klub üçün artıq bir zərbədir büdcə baxımından. Daha yaxşı. İndi Allah eləməsin, zədə başqa məsələ, amma effekt vermirsə, yəni 3 futbolçu gətirsən, bunun yəni ikisi effekt vermirsə, bu artıq deməkdir ki, yəni böyük bir problemdir. Yəni, ona görə məncə seleksiya məsələsinə daha çox önəm vermək lazımdır. Yəni, bazı məsələsində nəyə görə demirəm, infrastruktur baxımından zaten bunu rəhbərlik anlayır və addımlar atır, işlər görürlər. Yəni bu tərif olsun deyə demirəm, yəni sən dediyin kimi olanları deyirəm. Könül istərdi ki, təbii ki, dediyim kimi hər bir klubumuz bölgədə məskunlaşsın. Yəni bu da klublara bağlı bir məsələ deyil. Klublara bağlı məsələ deyil. Bəlkə də zaman-zaman biraz daha qalmaq günlərini daha da artırmaq olar. İndi ondan bir gün qabaq gedilər. Mən istərdim ki, bir düzdür, Tovuzda məsələn azarkeşlər futbolla yaşayırlar, azarkeşliklərini yəni görürük. Bir necə deyim sən, hansısa bir futbolçu Alex Souza Tovuzda bir gəzintiyə çıxanda azarkeşlərlə oyundan sonra zaten bu olur, amma həftə içində olsun, hansısa bir kofe içməyə gedəndə bir görsün futbolçularla, azarkeşlər görüşsün, belə də bir səmimi ortam yaransın, amma mənə görə yəni bu futbolumuzla, klublarla bağlı bir məsələ deyil də. Buna görə şəhərlərimiz daha da inkişaf eləməlidir ki, həmin legionerləri gətirib orada rahatca yəni qalmağına şərait yaradasan. Razıyam.
Təşəkkür edirəm. Dəymə, çox sağ olun. Qısa, maraqlı söhbət üçün. Turan Tovuz podkastında son günlərə uyğun olaraq danışmağa çalışdıq. Biz Kubokun finalını gözləyirik sizin kimi və finaldan dərhal sonra xüsusi verilişlərlə qarşınızda olacağıq, podkastlarla qarşınızda olacağıq və klub üzvləri, azarkeşlər rəhbərlikdən də burada yəqin ki çalışacağıq ki, kimlərsə olsun və bax bu bizi də düşündürən bir çox suallara, siz də düşündürən suallara cavab versin. Kubokun finalından dərhal sonra görüşürük. Hələlik.